Haklıdır. Sualımızın izahı. Baxın, bağa tam hərəkət trayektoriyasını yerinə yetirməkdən ötürü 360 dərəcə yerinə yetirməlidir hərəkətini. Baxaq, burada bağa dayandığı yerdən x100, x-ə 100 qiyməti veririk. 3 dəfə təkrarlanan hərəkəti icra edilir. Əvvəlcə mötərizənin içərisinə baxırıq. 100 dərəcə irəli gedir, 120 dərəcə sağa dönür və təzədən 130 dərəcə x 130 qiymətini alır. Deməli, bu hərəkətlə 3 dəfə təkrar edir. Bax, əvvəl irəli x deyirsə, baxın mənlər, burada heç yerə dönmür. Sadəcə dayandığı yerdən irəli x. Yəni ki, dayandığı yerdən x qədər, yəni 100 addım qədər irəli gedir. Bağa ağzı yuxarı istiqamətdə dayanır. 100 addım irəli getdi, dayandığı yerdən. Hələ heç yerə dönməmişik. Dayandığımız yerdən irəli getdik. Və sonra isə dayandığı yerdən 120 dərəcə sağa dönür. Baxın, 90 dərəcə budur. 120 dərəcə də budur. Deməli, bu istiqamətdə döndü. Baxın, bu istiqamətdə sağa döndü. Bağanın sağı bizim də sağımız. Sağa döndü və neynədir? İrəli getdi. 130 qədər irəli getdi. Burada x-in üzərinə 100 əlavə edilir. 130 qədər irəli getdi. Baxın, bu formada irəli gedir. Bu hərəkətini təkrarlayır. Yenə bağa neynir? Götürür sağa dönür. Təzədən bir də sağa dönür. Baxın, bir də sağa dönür. Burada niyə çıxıntı var? Əslində belə normal bucaq çəkilməlidir. Burada niyə çıxıntı var? Çıxıntının səbəbi odur ki, burada çəkdiyimiz təsvirdə bu variantda 30 var. 30 addım irəli çox getdiyinə görə, baxın, burada 100 addım gedir irəli 100. Baxın, burada 100 addım irəli gedir. Amma burada 130 addım irəli getdiyinə görə, baxın, bu çıxıntının da səbəbi həmin o 130 addım, 30 addım irəli çox getməyidir. Ona görə bu fiqur alınmış olur. Müəllimə, orada bucaq 120 dərəcə çöl bucağı ölçülür, yoxsa iç bucaq 2 bucaq əmələ gətirir. Amma yəqin ki, çöl bucağı ölçülür deyən 120 dərəcə olur, yoxsa nə tərəf? Bəli, mən çöl bucağı ölçülür. Baxın, bu içəridə qalan, yəqin içəridə qalan bucağı deyirsiniz. Baxın, içəridə qalan bucaq nə qədərdir? Bu, məsələn, bunların bucaqları çapdır. Bilmirəm niyə, başa düşə bilmirəm ki, bucaq məsələn 90 dərəcəlik bilir, aydın məsələdir. 90 dərəcədə aydın, amma bu 45 dərəcə dönməlidir, sonra 120 dərəcə dönməlidir. Bunlar cəmaat çatdırır. Elə 90 dərəcənin üzərində təyin edə bilərsiniz. Baxın, 90 dərəcə döndü. 90 dərəcə dönəndə sizcə çöl bucaq 90-dır, yoxsa çəri bucaq? Hansıdır 90 dərəcə? Çəri bucaq. Deməli, çəriyə uyğun müəyyən edilir. İndi çəkdiyinizdə axı bucaq 120 dərəcə deyirsiniz. 120 də üstünə qoydunuz 120 dərəcə. İçəridəki bucaq 120 deyil, axı orada bucağın qoyuşuzu işarəsində. 120 deyil, o 2 bucaq deyil. Yox, burada fərqlidir. Burada dönmə fərqlidir. Burada 30 dərəcə əlavə döndüyünə görə biz sağa 100 dərəcə döndü. Baxın, burada sağa x üstə gələk 120 dərəcə döndü. Burada artıq 30 dərəcə əlavə, belə deyim, 30 addım əlavə gəldiyinə görə, irəlilədiyinə görə bu fiqur alınır. Amma əlavə 30-a hələ çatmayaq. 30-a çatmayaq. İrəli 100, sağa 120. Bax, oradan izah edin zəhmət olmasa. Onu mən başa düşmək istəyirəm. İrəli 100, sağa 120. Bəli. İrəli durduğu yerdən 100 getdi. O sağa 120-ni dönəndə bucaq, axı 2 bucağı alınır. Əgər içəridən hesablanırsa. Mən Outlook proqramını paylaşım, Outlook da ekranda yazım, onu daha yaxşı başa düşərəm. Outlook da şeydir, müəllimə, onun için sizlə paylaşmışdır. Panik eləyir, tezcədə hərəkət edir, adam seçə bilmir. İndi yavaşdıracağım hərəkətini.
Bax, siz hansısa dərəcəni deyin, o dərəcəyə uyğun yazım ekranda, onu daha yaxşı başa düşəsiniz. Bir dəqiqə proqram açılsın. Həmişə gəlib burada ilişib qalıram. Bax, bucağın ölçüsü məni çaşdırır. Əksər müəllimlərimiz o hissədə çətinlik çəkir. Çünki bax, o irəli 100 Y variantı da uyğun gələ bilir. Y variantına baxın. Y variantı da uyğun gəlir, C variantı da uyğun gəlir. Prosto C'də sola, burada sağa deyil, orada sola dön. Hə, O heç yaxşı olmuşdur. Amma Y variantındakı yenə uyğun gəlir axı. İndi ekranı paylaşıram. Baxaq. Hər hansı bir əmr yazaq. Birinci yazaq qələm indi. İrəli 100. Məsələn, sola dediniz neçə dərəcə dönsün? Əvvəl gəlin sola dönək 120 dərəcə. Görək nə qədər dönər. Hətta yenə irəli yazaq. Buradan bir yazaq ki, hər bir proqram özü təzə yazılsın. Daha düz istiqamət. Yəni, istəyirəm daha düz qoyarsın ki, əmrlər tam görə bilir. Deməli, baxın, burada yazdıq sil qələmi indir. İrəli 100. 100 dərəcə irəli getsin və 120 dərəcə sola dönüb təzədən 100 addım yenə irəli getsin. Görün 120 dərəcə hansı bucaq altında dönür. Baxın, irəli döndü. Mən burada sola yazmışam deyə digər tərəfim. Proqramda sağa idi. Proqramdakını tərsini. Hə, proqramdakını tərsini yazmışam. Baxın, burada irəli getdi. Dayandığı yerdən irəli getdi. Fikir verirsiniz mənim. Sola döndü 120 dərəcə. Baxın, içəridə qalan bucaq neçə dərəcədir? Dediniz, içəridəki bucağa görə müəyyən olunur, yoxsa çöldəki bucağa görə. İçəridə qalan bucaq neçə dərəcədir? 90 deyil müəllimi. Yox. İçəridə 90-dan gəldir müəllim. Kiçik bucaqdır. 90-dan kiçikdir. Ya 45-dir, 50-dir, nəsə belə bir şey. 60 falan deyək də, məsələn, olsun 50. Bəs çöldəki bucaq nə qədərdir? Çöldəki 180, 120. də 50 çıxanda 120 dərəcə. Baxın müəllim, 120 dərəcə döndü axı. 120 dərəcəsi deməli içəridə qalan nə qədərdir? 60. Bəli, içəridə qalan 60 dərəcə. Onda 200. Və sonda tam bucaq 360 olanda biz nə qədər dönmüş olduq? Bir tam dövrə burada qayıdır üstünə dayanır. Bəli. Bəs orada 360 dərəcə idi mi? 180-dən 180. Gərək 2 dənə 180 olsun ki, 360 eləsin. 360 bizim nəyimizə lazımdır ki burada? Burada, bilirsiniz müəllimə, yəni bunu 120 dərəcə dönməyini bir nəfər başa düşdü. Məgər elə düz başa düşürəmsə də. Bu irəli ki 100 getdiyi yoxdur. Deyək ki, onun xəttdən uzadırıq yuxarıya və buradan sonra
kor bucağı alır, 120 dərəcə dönür. Hə, ola bilsin ki, elə olsun. Çünki burada qırıq xəttlə çəkmə imkanı var, onu qırıq xəttin əlinizlə. Karandaşla oldu. Yox, burada gərək mən web proqramını keçəm. Hə. Bax, elə bir bu irəli yüzün davamını çəkəsiniz. Davamı çəkəndən sonra komandanı verib 120 dərəcə sola deyən kimi avtomatik o kor bucaq alınır. 120 dərəcə bucaq alınır. Hə, yəqin ki, o cür dönür. Yoxsa belə içərdəki bucaq hesablananda içərdəki bucaq axı 60-dan artıq ola bilməz. Burada dayanmışdı bağa. Bağa bayaq görsənir ekranda. Bağa oradan Burada oradan ki, yuxarı var mı? Ağzı Bax, o yuxarıya. açıq bucaqdır da. Bəli, baxın bu O ki, dayandı. çəkilirik axıra qədər. Açıq bucaqdır. Oradan sola dönəndə 120 dərəcə. Açıq bucaqla döndüyü bucağın arası 120 dərəcə olacaq. Bəli, bəli, bəli. Proqram da bizə onu deyir. Bax, belə dönəndə, baxın, buradan belə. Sən də Hə. eləyib. Yox, tam yox. O düz xəttin üstündən. Düz xəttin üstündən Bax, belə, olan qədər. bax, belə açıq bucaqda buradan çəkərik. Belə olaraq. Yəni, buradan götürülüb dönür belə. Aha, hə. Bəli, eləyib hissəsi, üzr istəyirəm, 120 dərəcə. 60 dərəcə içəridə qalır. Hə, içəridə qalan amma bax, indi çatdı, baxma ki, bunun deməli dönmə bucağı deməli getdiyi yerin düz xəttindən 180 dərəcədən sonradır. Hə, başa düşdüm mən. Bəli. Çox bana gəlir, bu formadadırsa da, yəni Belədir, bəli. çəkmiş belədir. Görməm, yəni arxeoloq istəsəz başqa əmr deyin, onu da yazaq. Müəllimlər siz də deyə bilərsiniz. Başqa əmr deyin, yazaq. Yəni fikrinizdə bir dənə tutun, hansı məsələn, görək bu dərəcə 60 dərəcə. Sola 60 yazdım müəllimə. yazaq. Böyle 120 dərəcəni içəridən mi saxlayacaq o? Hə, yazdıq sola. Ha. Yox, bu nə qədər vurdu getdi bu? O nə qədər gözlədim? Bir dəqiqə bunu silək. Biraz bağa düz dayansın. Siz bağa artıq istiqamətini dəyişdik. Belə deyəm. Nə bilir? Baxın, sizcə burada niyə düz dayana bilmir? Ağzı yuxarı düz dayana bilmir. Bax, buradan istiqamətini görürsünüz, hansı istiqamətə dayanır. Biz sola baxır. Bağa sola baxır, düzdür? Bəli. Bağa sola baxır. Sağa 90. İndi bura neçə dərəcə, müəllimlər, bura neçə dərəcə verməliyəm ki, neçə dərəcə dönsün ki, ağzı yuxarı baxsın. Yuxarı istiqamətə baxsın. Yəni düz dayansın, bir sözlə düz dayansın. Düz yuxarı baxsın, həmişə dayandığı kimi. Sizcə o dərəcə ölçüsünü neçə yazmalıyam? Baxın, dayandığı yerdən dərəcə ölçüsünü neçə yazmalıyam ki, o 90 dərəcə dayansın. Deməli, dayandığı yerdən 120 dərəcə. Belə deyəm, bax, belə çəpinə deyəm. Orada neçə dərəcə dönməli ki, gəlsin olsun 90 dərəcə. Bir tərəfə azı bir çəkənlərə. 45. Yoxlayaq. Baxın, tam dönmədi. 60 döndü. Yazaq 60. Biraz soxdur. 50 yazsaq mənə elə gəlir deyər. Evet, sadəcə sağa gedir. Yox, düzələcək. Baxın, hər dəfə fikir versiniz bunu dönməyinə. Hər dönəndə 55 dərəcə dönür. Baxın, dayandı ağzı yuxarı. Ancaq hələ komandanın işləyir ki, bax, sil sağa 52, demir yat ona 5 dəfə deyə. Yox, axı onun istiqaməti var. Yəni, bunu ona görə yazıram ki, istiqaməti müəyyən edəsiniz.
Baxın. Məsələn, müəyyən edə bilirik istiqaməti. Niyə belə fırlanır bağa? Hansı dərəcə ölçüsü ilə fırlandı? Yeni müəyyən edə bilmədik. Müəllimə, bu bağa Pythonla çətin olur. Baxın, 50 dərəcədə dayanma. 50 dərəcədə tam dönmüş oldu. Müəllim, orada qiyməti dəyişdikcə o fırlanır da öz üçün. Dayandığı yerdən fırlanır axı. Dayandığı yerdən dönür. Biz onu dayandığı yerdən hesablamalıyıq. Bu yaxınlarda bağanın olimpiyadası idi. Uşaqlara maraqlı fiqurlar vermişdilər çəkməyə. Baxın, ağzı aşağı dayanıb. Sizcə bu neçə dərəcə dönməlidir ki, bax, bu dayandığı kimi ağzı yuxarı dayansın? Neçə dərəcə yazar? Müəllimə, o 180-dır da yəqin. Neçə yazarıq müəllimə? Elə 180 olur da müəllimə. Yazar. Açıq bucaq qədər fırlanır. Hə, deməli 360 olsa gəlib üst-üstə düşəcək. 180-dır ki, yuxarı baxacaq. Hə, var. Və. Bunun hansı bəndi idi? Bu 23 idi də bu elə. Bəli. 23-də hansı bəndi idi? A variantı dedim. Ona görün mən onu götürmüşəm A variantı 23-də. Hə, 23-də elə A götürmüşdüm mən. Bəli. Baxaq növbət. Müəllimə, 20, 21, 22-nin cavabları nə oldu? Onu deyə bilərsiniz. 20, 21, 22. Bəli, müəllim. Pythona baxaq. Python biraz mürəkkəbdir. Python, o bir Pythonlara baxan sonra onların izahı qısaltında olar deyəcəm. Bir dəqiqə. Çünki ekranda paylaşmışam, vaxtımız keçməsin. Bir aşağıdakı proqramın yerinə yetirilməsi nəticəsində ilk dəyişəni hansı qiyməti alır? Müəllimə, burada 5-dən azala gedəcək də bir addımla. 5, 4, 3, 2, 1. Bəli. Daha doğrusu 5-i götürməyəcək. 4, 3, 2, 1, 0. Bəli. Burada 25'in 23, 24'tür bu. Əksinə müəllim, orada 5 götürülür, 0 götürülməməlidir. Yoxsa axırıncı qiymət götürülmür məncə. Mənfi bir 5-dən mənfi bir addımı ilə 0-dan irəliləyirik. 0 götürülmür də. 5, Hə, 4, onda hə, 3, 5, 2, 1. Axırıncı götürülmür də, hə. Bəli. Deməli, burada olur x. Bərabər x plus y. O da bərabərdir x 5. Sonra x bərabər x plus, deməli y bərabərdir y plus x. O da bərabərdir 5. Sonra müəllimə, burada y-ə axırda baxırıq da, sərbəstdir, elə? Bəli. Yoxsa hər dəfə onun da üstünə əlavə edirik x-i? Xeyr, müəllim. Bu sərbəstimizdir. Çünki Hə, o axırda. Bəli, baxın, bura dövrdür. Dövrdən bir sırada deyil. Dövrün sonundadır. X bərabər x plus y, o da bərabərdir 5. 5, 4, Bərabər 3, x plus 2, y, üstə gələk 1. 9. O da deməli x bərabər x plus y, o da bərabər 9 üstə gələk 3, o da bərabər 12. 5, deməli 4, 3. X bərabər x plus y, o da bərabər 12 plus 2, o da bərabərdir 14. Deməli, x bərabər x plus
İyi. O da Zaman zəhmət beraber olmasa diyelim. biraz yavaş oxuyun. Siz ya qulaqsız bir yerdə deyin izahını. Bir yerdə baxın. Ucadan deyil mi Qamer? Mən yazım. Yok Mehmet deyin. Ben özüm yazacağım. Siz değil. Burada sadəcə qiymətləri yerinə qoyub hesablayırıq. X sıfırdırsa, hamısını toplayırıq. 5, 4, 3, 2, 1. Çünki hər dəfə i dəyişəninin deyil, qiymətini x-in üzərinə əlavə edir. 9, 12, bu da 3, 15. Bu da 15 alınır. Hamısını toplayırıq. Burada isə Mehmet B bendidir. Ben bunu yazmışam B bendi. Elə bir ki axırda da Y sıfırdır. Üstüne de X'i gəldi eləyir 15. bəli, bu qədər sadə. Yəni bunu hər dəfə dövr eləməyə ehtiyac yoxdur. Proqrama baxanda görürük ki, neyniyir? X-in üzərinə i dəyişənliyi ilə əlavə edilir. i dəyişəndə qiyməti aydın ki, bir dəfə 5, ikinci dəfə 4, üçüncü dəfə 3, dördüncü dəfə 4, beşinci dəfə 1 qiymətlərini alır. Bu qiymətlərini Müəllimə, toplayır. belə düşsə nə olar? Baxın. Yəqin ki, müəllim nəzərə alınar bütün səviyyələr. Həm çətin, asan, hər bir səviyyə üzrə suallar yazılır. Ellisindən bir salamatçılıq olsun. 32'sin 33'ün bundan yazsaq, bir 4 tane de kulukum yazsaq, 36, 37 bəsdir. İnşallah. Baxın, Yoxa nəhlə. bəli, baxın müəllim deyir ki, 8 megabayt həcmi olan qrafik faylın palitrasında rəng çalarları bu qədərdir. Yəni ki, 2 üstü 65.536'mız 2 üstü 16'dır. 4096'ya qədər azalmışdır. Yəni ki, əvvəl 216 idi, sonra 2 üstü 12 alındı. Rəng çalarlarının dəyişimi zamanı qrafik faylın həcmi neçə megabayt azalmışdır. Baxın, deməli, burada tənasüb qurarıq. 2 üstü 16, yəni nə deməkdir? Bizə nə verir? 16 bit verir. Çünki burada rəng çaları deyil. Rəng çalarını çevirəndə 16 bit verir. Deməli, 16 bit həcmə malik olan qrafik təsvirimiz ümumi həcmi nə qədər idi? 8 vurulsun 2 üstü 13. Çünki bu bitlə bu da bitlə olmalı. Hər ikisi indirdə danışmalı. Sonra 12 bit həcmə malik olanda həcmi nə qədər olar bilmirik. Sual. Buradan kənar hədlərin hasilini, orta hədlərin hasilinə bərabər götürüb hesablayarıq. Yazarıq 16 vurulsun. Müəllimə, burada Bəli. deməli 7 deyil D bəndi. 213 də bunu yazarıq 203, o da olar 216. Bəli, 12 vurulsun 216. Bu 3'ü də yazar, 12'ni də yazarıq. 12'ni də 3 vurulsun 4 kimi, o da eləyər 202. O da olar, da gələr 218. Yazarıq 3 vurulsun 218. X bərabərdir. 3 vurulsun 2 üstü 18 bölünsün 2 üstü 4. Ha, bu arada ixtisar gedər. 3 vurulsun 2 üstü 4 çarpı çok. Bir ki neçə megabayt azalmışdır. Ha, bunun həcmini tapmalıyıq ki, o birisi ilə müqayisə edək. 18'dən 2 üstü 4 qalar 2 üstü 14. 3 vurulsun 2 üstü 14 bit. Vurulsun 2 üstü 14 bit. Deməli, birincinin həcmi, ümumi həcmi bu qədər imiş. 12 bit olanda. 3 vurulsun 2 üstü 14 bit imiş həcmi. Bizdən nə soruşulur? Bizdən soruşulur ki,
Neçə megabayt azalmışdır? Mənlə burada 200, bəs mən burada diqqətsizlik elədim. Heç kim səhvi düzəltmədi. Burada 213 yazılmamalıydı. 223 yazmalıydı. Niye? Çünkü megabayt daha kilobayt değil. Burada səhv, burada da eyni olur. 224. 3 olsun 224. Aydındır. Deməli, burada əgər burada 8'dir. Burada da 3 vurulsun 224'ü 18-23'e bölerik 8 alınır. Burada da 3 olsun 224'ü 223'e böləndə, yəni megabayta çevirəndə burada 2 qalır. Bu da 26. Deməli 8'dən nəyə getmişdi? 6'ya. 8'dən 6'ya gedirsə, deməli bu aralarındakı fərq nə qədər olur? 8 vahid azalır. Aydındır mı? Cevap Cavab 2. C bəndi elə. Bəli. 25 idi müəllimə bu, eləmi? Bəli. Bakalım növbəti. Burada bizə deyir ki, elektron zərbə fraqmentinə əsasən Burada 52'dir. Bunu eləmişəm mən. Yəni bax yaxşı. Bir D3 xanasının qiymətini tapın. Məmnun çətinliyimiz var mı misalda? Hani o bir misalda nəsə elə bir 52 alınmır da, 53 alınırdı ya 54 alınırdı. Nə alınırdı? Yox, yox, Hatta müəllim. neçə götürdü? Yox, müəllimə 52, müəllim 52 götürdüm mən. Daha doğrusu aldım. Baxaq. Ben bir də hesablayardı da bunu. Görüm mən nədə səhv eləmişəm. Bunu 52'ye gəldim yaxın çıxmaya 53 aldım, nə aldım? Artıq səhv eləmişdim yoxsa. Baxaq. 52 də götürdüm. Müəllim bircə dəqiqə üzr istəyirəm. Deməli A1 ilə B2-nin cəmi. Birinci onu elədik. A1, B2. 21 o eləyir. Abi B2. 21 o eləyir. Bax 21 o eləyir. Hə, bunu deyirsiniz. Hə, baxın müəllim, burada yazıb ki, diapazon yox. Summadan müəllimə cəmdir. Misal müəllim, baxın burada 2 nöqtə deyil, vergüldür. Bəlkə siz bunu 2 nöqtə götürübsünüz. Bu vergüldür burada, düzdürmü? Bu vergüldür. Deməli, A1 O ilə vergül olanda A1 ilə B2'ni götürdü. Tarixini götürmür ya. bəli, ikisini götürün. A2 olur orada 15, B2'də olur orada Müəllim A1 deyə o A1 deyə. Müəllim A1 deyə A1. Hə, A1 olsun. 10'la 11, elədi 21. 21. Bəli, 21 əldə var. Sonra Sonra A1 C2 10 üstə yerə 21. Eləyir neçə? 31. B1 eləyir 31. Eləmi müəllimə? bəli. Bu xanada 31. Sonra A2 ilə C3'ü bölünür 2'yə. A2 eləyir 15. C3'ü də 2'yə böləndə eləyir 6. O da 21. bu hissəni 21. hesabladım. Sonra D1 ilə də D2'ni götürürsən. Elə ki summadə. İkisini cəmləyirsən da orada. D1'dən D2'ni üst eləyərsən. Orada eşitmək Hə, hə. Baxaq müəllim. C3'ü, baxın C3'ü. Böldük 2'yə. C3'ün qiyməti 12 idi. 12'ni 3'ə böldük, elədi 4. A2'ni də üzərinə əlavə elədik. A2 də 15 idi. 15'in üzərində 4, elədi 19. Bu xana 19. Müəllimə o 6 eləyir. C3 bölə 2 6 eləyir. D2 xanasında var C3 bölə 2. Altının üstünə A2 yazdı. Deməli 15'i. Ben 21 eləyir axı onda. D3 6, 15, 21. Hə. Hə, summa D1 D2 31 ilə də 21 eləyir 52. Bilmem, 31 hardan aldım? Müəllimə A1 neçədir? 10. Və C2 neçədir? D2'də 21 aldık. Bayaq 21 aldım.
21 ilə 10 nə eləyir? 31. D1 olur 31. Bəli, burada 31. 31 ilə də 21, deməli 1 ilə 1 2, 2 ilə də 3 5. Nə elədi? 52. Mən deyirəm də bunu düz götürmüşəm mən. 25-ci deməli eləyir 52 D bəndi. Nizam müəllim, aydın oldu ha bu səhv edirsiniz? Aydındır müəllim, aydındır. Müəllimə, siz 24-ü hansı cavab elədi müəllimə? Bircə dəqiqə üzr istəyirəm. Çox üzr. 24-ü bircə dəqiqə qaldırın yuxarı. Hə, C bəndi. Hə, bildim. 24 C bəndi. Hə, indi yenidir. Yirmi beş kimi də düşsə nə olar? Bir 32 siz adı belə düşər. Yəni belə də. Baxaq növbətlərə. Dəfə baxaq. Aşağıdaki proqramda fana alt proqramı təsvir edilmişdir və daha sonra çağırılmışdır. Bu proqramın icrası nəticəsində ekrana hansı qiymət çap olunur? Deməli, biz nəyi tapmalıyıq? A-nın qiymətini tapmalıyıq. Bizdən A-nın qiymətini istəyir. Deyir, print A. Print də fan M-dir. Deməli, bu avtomat baxırıq ki, M-in qiyməti neçə olar? 6. 6-nı fan 6-nı tapmalıyıq. Bu bizim faktiki parametrimizdir. Bunu dəyişik salmayaq. Faktikidir. Bu isə formal parametrimizdir. Gətir formalın yerinə faktikini yazdıq. İndi fan 6-nı tapmalıyıq. Deyir, K-nın qiyməti 3-ün qiymətindən kiçikdirmi? Kiçik deyil, 6 böyükdür, axı ödəmir. Bu ifimiz ödəmədi. Baxırıq else qoluna. Else qolunda da bizə deyir ki, K vurulsun, fan K çıxılsın 1. Deməli, artıq burada dövrləməyə başlayır. Bu dövr təkrarlanır. Deməli, K-nın qiyməti 6-dır. 1, 2, 6 vurulsun. 6 vurulsun. Fan 5. Niyə 5? Çünki çıxılsın 1-dir. Fan 5-i bilmirəm neçədir. İndi gedirəm fan 5-i burada yerinə yazıb hesablayıram. Yazıram 5 vurulsun. Fan 4. Fan 4 də bilmirəm neçədir. İndi yazıram. 4 vurulsun. Fan 3. 3-ün də qiymətini bilmirəm. Nəhayət ki, yazıram ki, 3 vurulsun. Fan 2. Artıq fan 2-də proqram bizə icazə verir ki, burada S bərabər S-ə 2-ni mənimsələk. Yəni, S-i 2 qiymətini verir bizə. Yəni, 3, 2, deyil 2 idi mi 3-dən? 1, hə. Şərt ödədiyinə görə artıq fan 2-də fan 2-nin qiymətini neçə alırıq müəllimlər? 2 alırıq. Fan 2-nin qiymətini 2 alırıq. Deməli, 3 vurulsun 2, 6 eləyir. Biz bu misalı niyə yazmışdıq? Fan 3-ü tapmağa görə. Deməli, əslində fan 3-ün qiyməti də 6. 6 dəfə 4 də bizə 24 verir. Sonra, deməli, bu 24-ü almaqdan ötürü bu misalı niyə yazmışdıq? Fan 4-ü yazmaqdan ötürü. Deməli, burada 5-i vururuq 24. 120. Sonra baxırıq. Bu aldığımız 120 qiyməti fan 5-in qiymətidir. 120-ni də yenə təzədən 6-ya vururuq. Səhv eləmirəmsə 20.
12, 720 qiymətini alır. Ona görə cavab B variantı. 720. Bu sual bir neçə dəfə istifadə olunur. Bu dilində də var, səhv eləmirəmsə. Müəllimə, deməli bu hansı misal 26-cıdır bu? Bəli. 26-cıda Deməli, bax, B bəndi. Bəli. çətin. Necə? Çətin deyil mənim. Sual tapma qarşıdan başı olur. Yox, qarşı deyil. Müəllim, Sadəcə tapmalıqda növbələ bir həmsini qiymət. müəllim inşallah belə düşünmən Nizam müəllim. Bəli. İnşallah müəllim, inşallah. Təşkilat sağlam çıxsın. Yaxşı olar inşallah. Bir balaca çalışaq, oxuyaq. Bu misalı. Səhv eləmirəmsə dünən demişdik bunun həllini. Düzdür müəllim? Bəli, müəllimə, A bəndi Baxmışdıq buna. 4-5. Mən də elə 4-5 götürmüşəm. Bəli, bəli. Bu misalın həllinə baxmışıq. Bir növbətini paylaşım. Bu maraqlı misallar var. Abzasın həm sol, həm də sağ tərəfi çıxıntısız etmək istəsəz, hansı düzləndirmədən istifadə edərsiniz müəllim? Sola, sağa. Müəllimə, mərkəzi düzləndirmə deyil o. Mərkəzə, yoxsa tam düzləndirmə. Baxın İlqar müəllim. Mərkəzə Tam, Bəli. müəllimə, tam. Bəli, Hansı mərkəz misalda müəllimə, necə də Sual görsənmir, deyil mi? paylaşın. ona görə deyirəm, hansı misaldır mən görmədim, ancaq o şey yadımdadır. Mərkəzə düzləndirmə sizi çaşdıra bilər. Mərkəzə düzləndirmə olanda belə deyim, əksinə çıxıntılı yazır. Bizə deyir çıxıntısız yazsın. Baxın bu sual. 29 neçə idi? Bizə rəqəm gəlmədi, çox üzr istəyirəm. Ne variantıdır? Müəllimə 27-dir bu, hansıdır? Bir variant, müəllim, bir variant. Tam düzəldir. 28-ci Billəmi, misalın nömrəsini deyirəm. 28, 28. 28 deyəndə. Bəli. Yəni xırda bir sualdır, amma çaşdırıcı bir sualdır. Əslində mən bunu yazanda fikirləşmişdim, elə biləm sağa sola çıxıntıları deyil, mən də bəlkə də düzləndirmə yazmışdım. Sonra baxdım, kitabdır. Sual oxuyuram ki, düzləndirmədən istifadə etmək olunmur və olunar. Bəli. Bunu oxumamışdım şəhət. Bəli. Baxaq növbə. Bunda qal. Bizə deyir ki, 1024 səhifədən ibarət olan sənədin hər səhifəsində 32 sətr və hər sətirdə 64 simvol var. Bu sənəd informasiya həcmi 1,25 megabayt olarsa, bu sənədin kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edin. 1024 səhifədən ibarətdir, düzdür? Sənədin hər səhifəsində 32 sətr, hər sətirdə 64 simvol var. Mən hamısını bir-birinə vururum. 1024, yəni 210. Beş vurulsun. Üstü 6. 15, bu da artı bizə 21 verir. 21. Deyir ki, 1,25 megabayt olarsa informasiya həcmi, bu sənədin kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edir. Bu da əlifbanın gücünü necə müəyyən edir?
Tabii ki. Bölmeliyiz mi? İşte Yok. 211'e. Yok. Baxın burada 2 üstü 21'i vurmalıyıq 8-ə. Tapaq görə burada əslində neçə bitdən istifadə olunubdur. 224. Bəli, 2 üstü 24. Ümumi sərf olunan, ümumi belə deyim, yaddaşda tutduğu yeri bitlə hesabladıq. İndi deyir ki, 1,25 megabayt ümumi həcmdir. Deməli, biz bunu bitə Orada- çevirməkdən ötürü Orada vuracağıq bitə də müəllimə. 2 üstü 23'e. Təzədən müəllimlər 1,25 vurulsun 2 üstü 23. O da bölünsün 2 üstü, daha doğrusu 2 üstü, baxın 2 üstü 25'dir, düzdür? Ümumi həcmi 1,25 megabaytdır. Ümumi həcmə bölməliyik ki, görək bir dənəsinə neçə bit informasiya düşür. Yəni bir simvola neçə bit informasiya düşür. Buraya yazırıq. Baxın, burada yazırıq. Yəni bir simvola nə qədər informasiya həcmi düşdüyünü tapmalıyıq. Baxın. 1,25 vurulsun 1 megabayt. Bu ümumi həcmdir. Ümumi həcmimizdir. İndi bizim əlimizdə olan simvolların sayı nə qədərdir? 2 üstü 21 dənə simvolumuz var. 2 üstü 21 dənə simvolumuz var. Bir simvola nə qədər bit düşdüyünü tapmaqdan ötürü heç ehtiyac yoxdur burada 24-ə çevirməyə. Elə ümumi həcmi bölərik 2 üstü 21-ə. Bunlar ixtisar gedər. Qalar 2 üstü 2. 1,5. Onda müəllimə vuracağıq 6. 2 üstü 2, yəni ki 4. Bəli, deyir 6. Bəli. Deməli, bir dənəsinə 6 düşür. Bəs bir dənəsinə 6 düşürsə, bir simvol 2 dəqiqə 2 üstü 21, bu da 2 üstü 4. Və də 6 gelir. Bir simvol 6 bitdisə, burada bizdən əlifbanın gücünü istəyirsə, onda 2 üstü 6 eləyib, o da eləyir neçə? 64. Bəs cavab 64 olmalı. Burada 64 yoxdur. Cavab 64 olmalı. Bir də baxaq. Müəllimə, orada 1,25'i 4'ə vuranda 2, 8, 11 yazır. 5 eləyir müəllimə, mən də 6 dedim. 5 eləyir, 5, 5. 5'i də deməli Hayır, 32 eləyir. 32 eləyir, 32. 1,5 yazıb. Siz müəllim o 1,5 yox, biz tam %25. bəli, müəllim, 1,25'dir. Bəli. 32 C bəndi. Ona görə 5 eləyir. Mən burada 1,5 yazmışam. Texniki səhv eləmişəm. Ona görə 6. Deməli 5 eləyir. 29 C bəndi. 5. Onu da silin müəllimə, silin edəcəm. Onu da silin, bu yuxarıda 2 üstü 6'nı silin. Yaxşı, müəllim. Dediyim bir dəqiqə mənim düzəltmişdim. Yəni bir simvol 5 bit, tam %23 olsun 2, o da bərabərdir 5. Buyurun, götürə bilərsiniz. Növbəti misal.
Görüntü əsasda problemlərsə zəhmət olmasa deyil. Baxın, burada faylın adı verilmişdir. Faylın da Müəllimə, bu yerləşdirilmiş. 30-cu belə. Bəli. Faylın adı verilir. Faylın yerləşdiyi qovluq bir. Hansı qovluğun ad qovluğudur? Faylın yerləşdiyi qovluq. Hansı Bakın bu qovluqda? qovluq sistem qovluğunda yerləşir də TFT. Onun da alt qovluğu dokdur. Müəllim, sxem TFT qovluq deyil, axı faylın özünün adıdır. Qovluğun uzantısı olmur, axı bunun uzantısı var. Sxem TFT faylın özünün adıdır. Fayl deyil. Həm də səhv edir. Bəli, bəli. Deməli, kod adı. Bəli, dokun içərisində yerləşir. Dokda koderanın ad qovluğudur. Bəli. İndi B variantı. Hələ də qrup adıdır. Hə, biraz çaşdırıcı sualdır. Çünki orada adı fərqli yazırlar ona görə. Baxaq nə? Birdən 7-yəcən. 1, 2, 3, 4, 5, 6. Qiymətlərini emal edirik. Əgər i dəyişən 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, S-in üzərinə 1 əlavə edirik. Bu nə deməkdir mənimlə? Proqram Cüt daha rəqəmlərdə. Məsələn, 2-də, 4-də, 6-da. cüt rəqəmləri nə edir? Sayır. Sayır. Bəli, cüt rəqəmləri sayır. Niyə bəs təkləri saymır? Görək müəllim, digərlərinə baxaq, görək təklərlə nə edir? Deyir ki, yox, təkləri bura heç nə vermir. Təklərə aid heç nə yoxdur. Yəni, Yox, onu da saymır ki, müəllim, burada 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Şərt olduğuna görə təkləri sayma cütlər sayır. bəli, axı tək rəqəmi 2-yə böləndə qalıq 0 eləmir, axı həmişə 1 eləyir qalıq. Tək 2-yə böləndə. Amma cütü həmişə 2-yə böləndə 0 eləyir. Yəni, şərti elə qoyur. Cütləri sayır. Elə verilmişdir şərt. Deməli, S-in üzərinə 1 əlavə edilir. Sonra bizə deyir, S-i çap eləməliyik sonda. Baxın, burada bir dənə tələb var. Nədir bu? Sərbəst. Şərt Sərbəst. ödəsə də, ödəməsə də bu sərbəstə baxmalıyam. Niyə? Çünki bu sərbəst dövrün içərisindədir. Baxın, məndə. Dövrün. Amma printlə bir sırada olsaydı, buradan yazılsaydı. Hə, onda proqramdan çıxandan sonra printə baxanda ona baxardım. Amma indi dövrün içərisindədir deyə hər dəfə biz sərbəstimizi həll etməliyik. Hər dəfə üst-üstə gələcəyik. Baxaq. Deyir ki, if ödədiyini görməliyik. Nə elifə baxmırıq, nə elsiyə baxmırıq. Aydındır. Təkcə S-in üzərinə i dəyişənin qiymətini əlavə edirik. S-imizdə hansı qiymət almışdı? 1. Birin də üzərinə nə əlavə edirik? i dəyişənin qiymətini. i dəyişənin qiyməti 1 idi. S artıq 2 qiymətini aldı. Baxın, burada 1 idi. Artıq 2 qiymətini aldı. İndi gələk ikinci qiymətinə baxaq. 2 qiymətində müəllimlər, mən deyirəm, siz düzəliş eləmişsiniz. Mən burada səhv elədim axı. 1, 2-yə bölünür. 5 iştirak eləyəcək ki. Yox, müəllim, 1, 2-yə bölünür. Xeyr, xeyr. 1, 2-yə 0 bölünür. eləmir də müəllimə, 0 eləmir. 1, 2-yə bölünmür. Bölünmədiyinə görə biz nə edirik? Birin özünü götürürük. Ona görə Özün götürdük də. bəli, bu da şərtimiz ödəmiş. Şərtimiz ödəmiş. Şərt ödəmədiyinə görə elifə baxırıq. Elif ödəməsə elsiyə baxarıq. Deyir, i dəyişənin 3-ə bölünməsindən alınan qalxısına bərabərdirmi? Yox. Bir dəfədə Yox. 1-dir, o da alınmır. Bu da ödəmir. Baxın müəllimlər, elif ödəmir. Desək continue edərdik, heç bu sərbəstə baxmazdıq, dövrə qayıdardıq. Diqqət tələb edən misaldır. Deyir ki, S bərabər S-in üzərinə 3 əlavə elə. Artıq heç biri ödəmədi. Nə if, nə elif. Deməli, S-in üzərinə 3 əlavə elədik, S 3 qiymətini aldı. 1 qiymətində i dəyişənin S 3 qiymətini aldı. Sonra 2 qiymətinə baxaq. I dəyişənin 2 qiymətini olan. Deyirik ki, 2-ni 2-yə bölməsi. Artıq bu şərt ödərdir. 2-ni 2-yə bölməsi. Alınan qalıq 0-dır. Üzərinə 1 əlavə edirik. Artıq 4 qiymətini aldı S. Burada da sərbəstə baxmalıyıq. S dəyişənin üzərinə i dəyişənin qiymətini əlavə edirik. Yəni 2. Bu da 2 əlavə eləyir 6. Aydındır məndə? Burada bir-bir yazmır. Deyirəm ki, aydın. S'imiz oldu 6. Aydın deyilsə məndə bir-bir yazaq dövrü.
Birbaşa burada hesab verirəm sualın üzərində. İndi 3 qiymətindən baxırıq. 3'ü burada ödəməyik, amma burada ödəyir. Elif ödədiyinə görə S-in üzərinə 2 əlavə edirəm. 6 idi, indi oldu 8. İndi bizi kontinuum gördü. Kontinuum bizi dövrdən çıxarmır bir kimi. Neyiniyir? Qaytarır dövrə. Yəni ki, sərbəstə baxmağa bizə icazə verilir. Sərbəstə baxa bilmirəm. Qayıtdım bir də dövrə. 4 qiymətini yoxlayırıq i dəyişənini. Deməli, 4 qiymətində deyirik ki, 4-ün 2-yə bölməsini alın qalxı sıfıra bölbərdir. Bəli, şərt ödəyir. Üzərinə 1 əlavə edirik. Artıq 8 yox, 9-dur. Sərbəstə də baxırıq, çünki elfə düşməmişik. Sərbəstə də baxırıq, üzərinə i dəyişəninin qiymətini əlavə edirik. Biz hansı qiymətlə müqayisə edirik müəllimlər? 4 ilə. Deməli, üzərində 4 Dörd əlavə edirik. Bəli, 9-un üstünə 4, 13 edirik. 13. Bəli. Bax. İndi 4'ü də hesabladıq. 5 qiymətinə baxaq. 5 qiymətinədir. 5-in 2-yə bölməsini alına qalx sıfıra bərabərdir. Yox, 1-ə bərabərdir. Bura baxırıq. Burada da ödəmirsə 5-i 3-ə böləndə 0 eləmir qalır. Else-yə məcbur baxırıq və S-in üzərinə 3 əlavə edirik. S dəyişənin üzərinə 3 əlavə edirik. 13 idi. İndi oldu qiymət neçə? 16. 5'e də baxdıq. Sonuncu nəhayət 6 qiymətinə baxırıq. 6 da ki, 6-nın 2-yə bölünməsindən alın qalx sıfıra bərabər olduğuna görə S-in üzərinə 1 əlavə edirik. Təzədən sərbəstə də baxırıq. Elə i dəyişəninin özünə əlavə edirik. 6 və 1. Birbaşa 7 əlavə edirik. 7 əlavə eləyəndə cavab eləyir 23. Müəllimə 23 yoxdur axı cavabda. Haradasa texniki səhv elədik. Amma ardıcılıq bu qaydada gelir. Hesablaya Amma bilərsiniz. bunu eləməli direkt diqqət tələb edirik. Bunu şəfi olsa da mən eləyəsin bunu. Haradasa mən diqqətsizlik elədim Cuzi. Ona görə 23 aldım. Hassa rəqəmi düz baxmadım, üzərinə əlavə eləmədim. Böyük ehtimal 29 cavab. Gedək başqa baxmayın. Bəli, müəllimə 29-dur. Dedim də 29 olmalıdır. Yine haradasa düz səhv elədik. Düzə deyil. Burada prosesi hesablayacağım. Bax, biri götürür. Bir qiymətində. Bir də bu ödəmir. Bu da ödəmir. Bu da ödəmir. Burada bir üzərinə 3 əlavə edirik. S 4 qiymətini alır. Bir qiymətində. 2 qiymətində bəli bu ödəyir. Üzərinə 1 əlavə edirik. Üzərinə 1, təzədən bir də 3 əlavə edirik. Ümumi 4 əlavə. Yəni, üzərinə 4 əlavə edirik. 4'ün üzərinə 4 əlavə edəndə eləyir 8. Təzədən 3 qiymətini götürürük.
Belə çıxır ki, kim 29, 31, 32 yazır savadlıdır. 29 yazan savadsızdır. Bəli, bəli, elə oldu. Baxaq nə dəxli. İkinci dəqiqə növbətini paylaşaq. Mən də çalışın texniki təminatı yaxşı-yaxşı öyrənin. Məsəl üçün, hesablamalarda çətinlik çəkirsinizsə o hissələrə baxın. Bir də əzbər tipli suallara baxın ki, ola bilər, məsələn, belə deyim də, çətin tipli Python həlli də sizə bir bal verər. Amma hər hansı bir mühazirənin sualının cavabında sizə bir bal verər. Yəni, ona görə çalışın, o tip suallarda diqqətli olun. Aparat, proqram təminatı Müəllimə, falan. bizdə mövzular altında, yəni əsas nə mövzular lazımsa, atını oxuyaq heç olmasa onlardan. Bəlkə nəsə elədik. Lap yaxşı. PDF-lərini aparam. PDF-lərini aparam mı? Əvvəldən var bu. Sizə Hə, PDF oxa, elə adam məktəbdə falan boşluq olan kimi oxuyaq. Müəllim, bəlkə nəsə elədik, yox. İnşallah eləyəcəyik. İnşallah, inşallah. 51 üstəgələk olmasa da, heç olmasa 40 üstəgəl eləyərik. Allah qoysa, Allahın köməkliyi. İnşallah. Kimin məqsədi 51 plusda Allah xeyir versin. Əminəm ki, hamınız qrupa sevinərək şadlıqla Elə mesajlar bildim, yazarsınız. Möcüzə deyirsiniz. Hamımız 51 üstəgəl. Möcüzə. Şəxsən mən özümü deyirəm, möcüzə. Niyə də olmasın? Aynen mənim. Baxa, deyir, ən sürətli yaddaş qurğusudur. RAM. B-bənd, RAM. Sürətli registr deyil. Bəli, registrdir, amma burada registr yoxdur. Ən sürətli yaddaş qurğularının içərisində. Müəllim, burada olan RAM-dır da, burada olan var Bəli, bəli. Xarici ilə, bəli, xarici ilə daxili yaddaş qurğularını müqayisə eləsək, onların içərisində olan RAM-dır. Müəllim, bu 32-ci misaldır. Bəli. Baxaq, 33-cə. B-bəndi. Alqoritm fraqmenti verilmişdir. Fraqment hər C deyir, C-nin qiymətini tapın. Müəllim, burada C bəndi deyil, 88 dərsən. Bilmirəm, İlqar müəllim, baxmamışam. Onların var. Cavablarını yəni hesablamamış belə deyə bilmirəm. 33. 12, 21, 10. 12, 21-dən böyükdür, xeyr. A-nın üzərinə 3 əlavə edilir. A 12 idi, oldu 15. Sonra C-nin üzərinə A-nı əlavə edilir. C-nin qiyməti 10 idi, A-nı, yəni 15-i. Baxın mənimlə, köhnə 12-ni yox. Bax, burada mənimlərini çaşır ən çox. Köhnə 12-ni yox. Baxın, A burada 12 deyil artıq. Axı, burada deyir, A-ya mənimsət, A üstə gələk 3-ü. 3 mənimsətdə oldu 15. A artıq 15-dir. Burada da C-nin üzərinə 15-i əlavə edirik. A-nın təzə yeni qiymətini 15-i əlavə edirik. C dəyişənində qiyməti 10 idi. Burada 25. İndi yenə qayıdırıq dövrümüzə. A dəyişəni artıq 15, B dəyişəni isə 25 qiymətini alır. Baxaq, müqayisə edirdir. A dəyişəninin qiyməti, yəni 15 böyüdü mü B-dən? Evet, 21-dir. Yenə ödənmiş şərtimiz. Bu dəfə də 15-in üzərinə 3 əlavə edirik. Cavab edir 18. Deməli, A dəyişəninin qiyməti 18. Artıq bizə aydındır ki, yenə də ödəyəcək. Çünki ödəmir axı şərt. Yenə C-yə hansı qiyməti mənimsədik? C-nin qiyməti son dəfə 25 almışdır. Yenə A-nı əlavə edirik üzərinə. Yəni 18-i əlavə edirik. Burada da alırıq 43. 43. Alırıq 43 qiymətini. Yenə gedirik müqayisə etməyə. Deyirik ki, 18 böyüdü mü 21-dən? Deyirik, yox. Yenə şərt ödəmir. Bu dəfə də üzərinə 3 qiymətini əlavə edirik. 18 idi, etdi artıq 21. Deməli, A-nın qiyməti artıq 21-dir. Baxaq, C-nin dəyişəninin qiyməti. 88 edir burada.
43 idi. Baxaq, 43 idi. Üzərinə əlavə elədik. Sonuncu A-nın sonuncu qiymətini. Yəni 21-i. Bu da elədi 64. Yenə gedib dövrdə yoxlayırıq. Deyirik 21 böyüdür 21-dən. Deyirik yox. Yenə şərt ödəmir. A dəyişən üzərinə 3 əlavə edirik. 21 idi. Etdi artıq 24. Görürsünüz artıq A-nın 2 dövrdən çıxır. Dövrə bir də qaydında şərt ödəyəcək. 24. 64-ün üzərinə 24 əlavə Deyirəm də müəllimə, 88 eləyir. İstəyirəm 88. Belə sadələri düşsə nə var ki yazmağa? Düşəcək müəllim, belə sadə də düşəcək. Sadəcə diqqətlə, yazarım. diqqətlə baxmaq lazımdır. Yəni Müəllim, belə düşsə nə olar? Vamik müəllim. Hə, İlqar müəllim. Mələdər yığılar. Belə düşsə hə, 51-ə ümid eləmək olar. və Hə, Səs- valla. Müəllim, inşallah Allah Nazım müəllimən də kömək olsun, zehni açıqlığı versin hamımıza. Göydə Allah yerdə Nazım müəllimənin sayəsində Əstəğfurullah, müəllim, Toplayın. sizin öz zəhmətiniz. Bəli, bəli. Allah kömək olsun. Nazilə müəllimə öyrədir bizi. Çox sağ olun. Əstəğfurullah, müəllim, sizin öz zəhmətiniz. Sadəcə müzakirə edirik sualları. İmtahan qabağı bir balaca yaxşı oxumaq lazım. Vamik müəllim, mən bu Python'dan anlaşım yox idi. Onda mən onu 11-i keçirəm. Düzdür belə. Ancaq o dərəcədə anlaşım yoxdur. Nazım müəllimənin sayəsində mən Python'ı bir nə bilim 40-50% mənimsədim. Mən İlqar müəllim, ümumiyyətlə mən də heç qanmırdım. Burada elə nə öyrənmişəmsə, az öyrənmişəm sözcü, amma burada öyrənmişəm. siz bəzi müəllimlərimiz tək öyrənəndə istər-istəməz tam öyrənməkdə çətinlik çəkir. Məsələn, biz kurikulumda niyə deyirik ki, uşaqlar qrupla dərs keçək, kurikulumla müzakirə eləsinlər? Görürsünüz, istər-istəməz qrupda müzakirə ilə öyrənəndə dərsi, istər-istəməz sizə də maraqlı olur dərsiniz. Amma belə Hə, maraqlı olur. Müəllimlərlə Bəli. aparanda, mübadilə aparanda maraqlı olur. Bəli, amma tək öyrənəndə istər-istəməz darıxdırıcıdır da. Bir suala baxır, ikinciyə daha baxmaq istəmirik. Baxaq, burada deyir ki, VBIS-ləri seçin. Müəllimlər, VBIS təbii ki, aksesli Excel nə proqramıdır? Cədvəl. Tətbiqi proqramdır. Müəllimə burada cədi də, Yukonda, Access-dir, mühasisə gəldi be. Hə, 1, 3, 4. Bəli. Yəni bu proqram Bu hal-hazırda hansı müəllimə, tələb hansı olunan- misal idi bu? 34. 34 deməli, hə, mən də bunu C bəndə oldu da, elə. Bəli. Mən də bunu C yazmışdım, tapmışdım bunu. 34 C, hə. Burada bizə deyir ki, bunların hamısını kiliyə çevirin və kilidə neyini? Vurun və toplayın. Əgər sizə belə çətindirsə, hamısını belə yazmaq, keçirin onluğa, əgər say sistemlərinin toplanılması, vurulmasında çətinlik çəkiriksə, belə deyim, adətən kilik say sisteminin vurulması qaydasını düzdür, öyrənirik dərsdə. Amma məsləhət bilmirəm, çünki orada səhv eləmə şansı çox böyükdür. Çünki Mən bunları, bu belə testləri ancaq onluğa keçirib, ən rahat hesablayıb sonradan ikiliyə keçirib. Bəli, ən rahat qayda odur. Yəni hesablayın, keçirin onluğa, sonra onluqdan rahatlıqla keçirin Mən kiliyə. birinci eləyir 5, onluqda 5 eləyir. Bəli, 101 ədədi 5 eləyir. Niyə? Çünki gəlin yazaq. 1 vurulsun, 2 üstü 2, üstə gələk 0 vurulsun, 2 üstü 1, üstə gələk 1 vurulsun, 2 üstü 0. Neçədir İlqar müəllim? 5. 5. Bəli. Burada O 4. birisi də 10 eləyir. Onluqda 10 eləyir. Deməli, 12 8-likdədir. 1 vurulsun, 8 üstü 1, üstə gələk 2 vurulsun, 8 üstü 0. Bəli, bu da 10 eləyir. Bu qayda ilə yazırıq. 12 də 16-lıqdadır. 1 vurulsun, 16 üstü 1, üstə gələk 2 vurulsun, 16 üstü 0. Bu da bizə bir rəqəmini verir. Hə, 16, bu da 2, bu da 18. 18. Bunları deməli toplayırıq. Deməli 15, 33. 33-ü də müəllimə keçiririk ikiliyə. Bəli, Orada vuraq var. Yox, 5 ona vur. 68 Ona vur.
Müəllimlər, Burak. 5-i 10-a vurur. Deyirəm də 68-i biz keçiririk ikiliyə. Hə, 10, 18, İlqar mən. 68 keçiririk 2-yə. Tələsməyin, qəti imtahanda da tələsməyin. Çalışın, diqqətli emirəm da arxaya nə olub vaxtınızı keçirir, amma tələsməyin. Bəli. 68-i də. Müəllimlər, belə bir qayda deyim. 68, 68. 64-ü keçir. Düzdür. 64-ü keçir. 64 olarsa, baxın, iki qayda var da bunda. 68 neçədir? 64 üstə gələ Bu bilir. B Düzdür. variantı eləyirdi. Yox. Baxın, elə qısa yolla həllini deyim. Da ikiyə bölə getməyin. Baxın, hə. 68, 64 ilə 4-ün cəmi. Düzdür. İkisini də gəlin. Fərqi nədir ki? İkiliyə çevirək, elə hesablayaq. 64 neçədir? 206. Düzdür. 206 neçə eləyir? Bölək bunu 201-ə. Eləyir 6. Arxasına sıfırlarını saydı. 6-nı 1-ə böldük. 6. Burada da 2 idi. Daha doğrusu qalmadı deyə. 0'dır. 0 əslində 2 üstü 0'dır. 2 üstü 0'da bizə 1 verir. Müəllimə, bu C bəndi deyil, C bəndi. Baxın, qamən. 1. Bəli, bəli. Arkasına neçə dənə 0 yazırıq? 6 dənə 0. 6 dənə 0. Yəni qısa yolunu demək istəyirəm həllinin. 4 rəqəmini də götürürük. 2 üstü 2 kimi yazarıq. Bölərik 2 üstü 1-ə. Bu da yenə 2. Qalıqda 0. 1 arxasında 2 dənə 0. Bunu da elə adi qayda ilə toplayarıq. 1 arxasında 2 dənə 0. Baxın, bir də 2-yə bölməliyik. 3, bu da 1, 0, 0. Sadəcə bu rəqəm olar. Belə. Mən də C götürmüşdüm elə Hə, buna. yəni bu da bunun qısa qaydası da, yəni qısa həllidir. Bu qayda ilə də qısa şəkildə Nəsə mən o cür böləndə mənə rahat gəlirdi. Belə öyrəşməmişdim. fərq etməz. Əsas odur ki, belə cavab alaq. 2-yə bölün. Yəni amma Bir bölün. sürətli belə Müəllim, bilirəm. sadəcə müəllim, Vamik müəllim, sadəcə bu vaxt aparır da 2-yə bölmək vaxt aparır. Elə bir vaxt Hə, aparır. elədir. Onu gərək çox işləyək ki, əlimiz öyrəşsin. Mənim əlim öyrəşib deyil ki ona. Elə tez bölür. Lap yaxşı. Hansına öyrəşibsinizsə onunla yazın. Çünki vaxt azdır o bu qaydaları öyrənməyə. Özdə mən onu bir düz xətt üzərində bölürəm. Ağaclı bölümə deyilir ya. Elə bölmürəm. Bir dənə düz xətt çəkirəm. Onluğu yazıram sol tərəfdə, sağ tərəfdə də ikiliyi yazıram, tez-tez bölüb gedirəm. Yazı bilərsin. Yəni, web saytlarla yazmaq. HTML proqramı. Baxaq HTML proqramına. HTML proqramında cədvəl tegini yazmaqdan ötürü hansı qaydalar var? Nətərdir qaydamız? Məsəl üçün, 2-nin 4-ə bir dənə cədvəl çəkək. Nətər çəkərsiniz 2-nin 4-ə cədvəli? 2-nin 4-ə. Yəni ki, 2 sütun, 4 sətr. Bir sətirlərdir. Sən sətir, şən tırı başlayıb bitməsi, tırdır da sütunlardır. 4 dənə də sütun. Bəli. Əla. Mən onu nə qədər oxuyuram, yadımda qalmır onlar. Bir də açılan teg, bağlanan teg də. Bəli. Siz müəllimliyini keçən dəfə müəllimə deyirdi, Hansısa müəllimə idi. Deyirdi ki, müəllimə, mən onu hansısa adlarla yadda saxlayıram. Məsələn, TH-dır, sütun çəkmək üçün. TH-ı H hündürlükdür da, elə yadda saxlayır ki, bu sütundur. Yəni, götürün çox yazın. Yazanda da tez yadında qalır. Yazın, yazdığınızı dönə-dönə baxın. Bir gün ərzində bir neçə dəfə, 50-60 dəfə döndün, baxın. Hansısa bir işarəni də yadda saxlayın. O yaddan çıxmayacaq. Prosta siz bir neçə dəfə oxuyursunuz, sonra oxumursunuz. Ona görə yaddan çıxır. Yəni, həmin qaydanı tətbiq edin, yadda qalacaq. Olmur oxumağa, ona görədir. Vaxt nə olmalıdır ki, dəftərə yazın, qeydlərinizi götürün. O dəftəri özünüzlə məktəbə aparın. Hər dəfə dərsə başladınız, zəh vuruldu, nə bilim, tənəffüsdə götürün, bir dəfə dəftərin arasında oxuyun,
Все, yadda qalacaq. Bir neçə dəfə elə oxuyun, yadda qalacaq. Все. Bir də müəllimə, Python'dan ifadələrimiz var idi. Def count idi, reverse idi, del idi. Bunlar hansı işi görürdü? Bunlar da yaxşı-yaxşı əzbərləyin. Təzədən bir də qrup atın. Neydi? Ondan sonra Insert, append idi. append, remove idi. Yəqin ki, müəllimlər, bunlar yadınızda. Sonra for range idi. ABC idi. Lower idi. Bəli, Ondan sonra kaptalar div zəminimizdə mod var. idi. Div mod. Bəli, Capitaliz idi. bəli. Import idi. Sonra reverse idi. bəli. Continue idi. Import hansı görürdü müəllimlər? Nə üçün istifadə olunur importdan? Müəllimə, import modul. Əla, bəli. Modul əlavə eləmək deməkdir. Deyir ki, ahiri, bayraq, HTML, bayraq, A istinadı hara istinad edir. Müəllimlər, bu nə istinaddır? Müəllimə, internetdəki web səhifəyə. Bəli. Lokal kompüterdəki web səhifə ola bilməz, çünki müəllim, internetdəki web səhifə olsa nə yazardıq? İnternetdəki web səhifə olsa nə yazardıq? Lokal kompüterdəki web səhifə olsa nə yazardıq? Lokal kompüterdə bu şey olmur da. Nədir onlar? Siz deyin. Kötümü Hı -hı. o kötümü olmur da müəllimə lokal şəbəkədə. Necə? HTML yazılımı? Hansı yazılar? Həm elə. İstinaddır. Ancaq deməli Lokal istinadıdır, yoxsa ümumi səhifənin istinadıdır? Hansı istinadıdır müəllimlər? internetdəki Bəs orada HTTP yoxdur, axı, protokol yoxdur. Protokol olmasa götürə bilərlər. Necə müəllimlər? İstinad olmasa? Ahirefin özüyle internet istimadı. Tamam mı? Orada hirefe göre ahiref. Bəli. Bəli. Nişanlanmış təqlər hansı formada yazılır? Nömrələnmiş təqlər. Ol nömrələnmişdir. Müəllimə Ol bu nişanlanmış. bircə dəqiqə müəllimə. Bu internetdəki deyil, bu lokal şəbəkəninkidir. Niyə İlqar müəllim? Bəs deyiriz internet. Yox, bu müəllimə burada lokal şəbəkəninki istinadıdır. Niyə? Nədir səbəbi? Bəs qlobal olsa, qlobal yəni internetdəki web səhifənin istinadı olsa necə yazılardı? Orada müəllimə HTTP yazılardı da. Necə? HTTP yazılardı. Yəni ki, HTTP nə demək? TCP, Transfer Control Protocol. Hə, yəni o deməkdir ki, beynəlxalqda, yəni internetə Ay, tamam, müəllimə, bircə dəqiqə. TCP, Drop IP, elə yazılmır. Bəli. Baxın, orada sadədir, çox sadə. Eləcə yazıb bayraq.html. Bunda müəllimlər, baxın, tələli sualdır, diqqətli olun. D bəndi. Bu neçənci idi müəllimə? 36. 36 D bəndi. Hə, 36 D bəndi. Yok, çok azlamalım. 4 saat Evet. oldu. Yox, müəllim, de bəli. Dəniz müəllim, Dəniz. İlqar müəllim. Lokal Sıfır, kompüterdəki, ay, İlqar müəllim, sıfır, deyil hə. deyə. İlqar müəllim, kompüterdəki görüntüyə getmir axı, web səhifəyə gedir. Baxın, lokal kompüterdəki hansı hissəyə çıxış verir? Xeyr, İlqar müəllim, web səhifəyə, axı orada HTML yazıbdır. HTML web səhifəyə çıxış deməkdir. Ona görə C variantı. D deyil, C variantı. C'dir. Bəli.
Lokal şəbəkə kompüterdəki veb səhifəyə. Bəli, ona görə C variantı. Lokal kompüterdəki web səhifə. Niyə web deyil? Çünki ahirət var axı. Ahirət bizi həmişə webə aparır. Ahirət webə aparır. Amma ki, internetdəki webdirmi, yoxsa lokaldakı nədir? Bizim yazdığımızda öz yazdığımıza qayıdıb baxırıq. Lokal yerli öz kompüterimizdə. Yəni heç kim bizdən əlaqə Əlbəttə, bircə dəqiqə onu görə bilmir. üzr istəyirəm. Axı cavabda da götürüb şeyi. B bəndi. Yox, İlqar müəllim, C-dir. Lokal kompüterdəki web səhifəyə baxın. Çünki orada HTML var. axı. Bildim, müəllimə, mən sizlə razılaşıram. Yəni mən belə deyək də, əslində mən bunun cavabını B götürmüşdüm. B, Bakı. 36. Beyləqan. Ancaq Hə. deməli, siz atdığınız cavabda da dənizi götürüb, dənizi. İlqar müəllim, ola bilməz. Dənizdə B, C variantı olacaqdır. Lokal şəbəkədəki web səhifəyə keçid edilir. C-ni götür. Nəysə. Baxın İlqar müəllim. Müəllimə, mən razılaşıram. Mən demirəm o deyil. Yox, Prosta mən deyirsiniz deyirəm, yəni ki, fərqli götürüb. Baxın, bir dəqiqə paylaşım ekranda baxın. Baxın, onların götürdüyü cavabı. Baxın İlqar müəllim. Kitabda da C. Bu hansı kitab idi görüm? Kodera'dan. Kodera kitabında da baxsaz bu suala D variantıdır. Lokal kompüterdəki web səhifə. 10-cu sinif kitabında da izah verilibdir buna. Yəni ona görə bunu qayda dəftərinizə yazın. Ola bilər çaşdırmaqdan ötürü bu tip sual istifadə edərlər. Bir də nəyi fərqləndirməliyik? Body ilə title taginin fərqini. İkisi də başlıqdır. Üzr istəyirəm. Bodydirmi? Hid body gövdədir. Hid ilə title da fərqləndirməyi bacarmalıyıq. Onların fərqi nədədir bir-birindən? Onları da tam fərqləndirməliyik. Biri başlıqdır, bir başlığı yazır. İkisi də başlıq yazır. Bir internet səhifəsinin başlığını yazır, birdən mövzunun başlığını. Bəli, müəllim. Biri mövzunun başlığını yazır. Title yazsaq, mövzunun başlığı yazılır. Amma hidi yazsaq, o da web səhifənin başlığında yazır. Deməli, hit internetin haqq hesabıdır, title səhifənin. Hə, öz yazdığımız səhifə kiçik mənadadır. Baxın, bu misalda əslində sadə misal. Deyir ki, A-nın inci qiymətini 2-yə böləndə qalıq 0-a bərabərdirsə, S-in üzərinə A-nın inci qiymətini əlavə elə. Yox, bərabər deyilsə, əlavə etmə. Bu nə deməkdir müəllimlər? Bu deməkdir ki, biz yazdığımız ifadədə hansı tip rəqəmləri sayırıq? Daha doğrusu cəmləyirik. Rəqəmli. Əla, bəli, cüt rəqəmləri cəmləyirik. Baxın, heç burada dönüb də misalı həll eləməyə görürsünüz. Bir dəqiqənin içində taparsınız cavabı. Heç bunu həll eləməyə ehtiyac yoxdur. Heç vaxt aparmaz sizə. Baxın kim bilir ki, bu cüt rəqəmləri cəmləyir. Götürürük 14-ün üstünə 16 əlavə edirik, 10 da üzərinə. 14, 16, bir də mənfi 36. Bir də o mənfi 36. Cavabı tapır. 14 ilə 16. Müəllim, 10 eləyir, 30 eləyir də. Yox, niyə ki, İlqar müəllim? Yəni mənfi 6 ilə mı? Mənfi 36 66. Müəllimə, mən bunu elə B götürmüşəm. Prosu mən elə bildim səhvdir. Mən B götürmüşəm bunu. İlqar müəllim, Y variantıdır cavab. 66 eləyir, yoxsa mənfi 6 eləmir mi? 30 çıxaq 36 mənfi 6 eləmir mi? 6 İlqar müəllim. İlqar müəllim, baxın 36 manat borcumuz var, 30 manat pulumuz var. Y'də qalır. Hə, bildim. Hə, Y bəndi, Y. Bu hansı misaldır? 37. Bəli. Görürsünüz, bunu hesablamağa ehtiyac yox. Yəni, burada alınan qalığın 0 yazılır. Ora 1 yazılsaydı, biz tək rəqəmləri götürməliydik. Əla, bəli. Təhlilci götürüb cəmiyyətsiz. Ay, sağ olun, aydın. Görürsünüz, heç vaxt aparmır. Bunu oturub bir hesablamağa ehtiyac yox. Baxın kim bilir ki, proqram hansı işi görür. Heç bir dəqiqə vaxtımızı aparmır proqram. Tam aydındır məmlər. Ehtiyac var bir dövr eləyib yazmağa. Elə mən başa düşdüm. İlqar müəllim, Nizam müəllim yazardılar bir-bir.
dövr edeyim. Xeyr, müəllimə. Mən başa düşdüm. Aydındır. Evet. Növbətini qaldı. Paylaşım baxaq. Yəni bir balaca Python'dan ən azı günə heç olmasa bir 20 dənə misal yazsam. İstəməz misalları yazanda çətinlik çəkməyik. Müəllimə, sizə mən söz verirəm. Sabahdan inşallah hər gün 20 dənə misal atacağım sizə. İnşallah. Sağlıq olsun. Biraz asan, biraz orta, biraz çətinə yalan deyirəm. Asan bir də orta. Bəli. Hamısına baxın. Çalışın hamısına baxın. Onu bilmək olur ki, bu çətin suallar, asan suallar. Hamısına baxın. Bir təkrarla 3. 3 dəfə təkrarlayırıq. Hansı əməliyyatı? A dəyişənlər 18 müəllimə. 18, 18-dən də ikisini çıxırıq. 16, 19. Cavab C bəndi deyil. bəs burada deyir ki, təkrarla 3. Yazdığımız əməliyyatı İlqar müəllim. Baxın, bu artıq tələli sualdır. Etdiyimiz əməliyyatı hesablama işini 3 dəfə təkrarlayın deyir. 19 3 dəfə təkrar edirik də müəllimə onda. Yox, niyə? 19 aldıq, hə. Təzədən bir də qaydırıb neyinirik? A-nın üzərinə 5 əlavə edirik. Hesablayırıq bir də. Bunun cavab neçə? 19 verirlər yəqin ki. Müəllimə, mən 19 almışam bunu. Yalan. Mən 31 aldım indi bunu. 3 dəfə təkrarlamağım. Hada 31 olmalıdır. Çünki orada Mən təkrar onda mən səhv yazmışam. 31 olmalıdır. Hə? 3 dəfə təkrar. Bax, adicə bax, təkrarla 3 yazıq deyə mötərizənin içərisini həll elədik, bitirdik. Təzədən bir də qayıdıb həll elədik mötərizənin içərisini. Təzədən bir də Onda müəllimə, deməli bircə dəqiqə üzr istəyirəm. A bərabərdir A plus 5. Bu alt logo mənim yaralı yerimdə. A bərabər, Python'ı bilən bunu yox. A bərabərdir A minus 2. Sonra A da bərabərdir A plus 3. Bunu aldım 19. Sonra bir də qayıtdıq. A bərabərdir 19 plus 5, 24. 24-dən ikisini çıxdıq. 22. Bəli, müəllim, düz gedir. 22. 22-nin də üstünə 3 gəldik, elədik 25. Bir də qayıtdıq. Deməli, A-nın üstə 25. 25-in üstə 5 gəldi, elədi 30. 30-dan çıxdıq ikisini, elədi 28. 28-in üstə 3 gəldi, elədi 31. Hə, aydındır. 31. Bu neçənci misal idi? Bilmirəm ki, bu yəqin ki 38 olar. 38 elədi Y bəndi. Bəli. Müəllimə, burada pop 3-dür, B bəndi, Bakı. Bəli, elektron poçt müəllimlər protokolları yaxşı-yaxşı əzbərləyək. Qrupa atmışdım, təzədən bir də atacağım qrupa protokolları. Yaxşı-yaxşı əzbər öyrənin. Necə növbətiyə? Nələr, FTP protokolu neyinir bəs? FTP müəllimə, fail transfer protokoludur, ötürmə protokoludur. Bəs POP3? POP3 nədir? Elektron poçtur da. Bu da müəllimə, o TCP-də transmisyon deməli kontrol protokol, yəni beynəlxalq ötürmədə belə deyək. İnternet, TCP. Başqa hansı elektron poçt ötürülməsi protokollarını tanıyırıq müəllimlər? SMTP-dir, POP3-dür, IMAP, bunlar 3 dənəsi elektron poçtun ötürülməsi protokolu. Yəni SMTP-də olan içərisində SMTP də var, SMTP. Bəli, SMTP kimi oxunur.
Axşamınız xeyir müəllimlər. Mən indicə qoşula bildim. Bu sualın cavabı nə oldu? Zəhmət olmasa deyərdim. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Salam, salam. Topuç oldu mənim adım cavab. Baxaq nə ya. Biz hər hansı bir kodlaşdırma sistemində 256 simvol yaddaşda 1024 bit yer tutur. Bu sistemdə ən çox neçə fərqli simvol kodlaşdırmaq olar? Müəllimə, deməli 2 üstü 8, Bəli. 256 o da simvol. Bəli. 2 üstü 10. Baxın, bir simvol yaddaşda 256, ümumiyyətlə 256 simvol 1024 bit yer tutursa, deməli bir dənəsinə nə qədər simvol düşür? Müəllimə, 1024'ü böləcəyik şeyədən, ha? 256'ya. Üslü şəkildə. 4. Hə, çalışın üslü ilə yazın həmişə. Bu eləyir 2 üstü 10. 2 üstü 10, 2 üstü 10 bölək 2 üstü 8. O da eləyəcək 2 üstü 4. Elə əvvəlcəsim 2 üstü 2, 4. 4. Deməli, bir simvol yaddaşda 4 bit yer tutur. Dörd Ən çox neçə simvol kodlaşdırmaq olar əlifbanın gücünü soruşur bizdən. 2 üstü 4, 16. Bəli. B bəndi. Müəllimə, neçənin 40'da B bəndi. Mən onu C götürmüşdüm. Və gücünü götürmədim. 40'da B bəndi. Hə, yox, gücünü deyir. İkinci cümlədə həmişə nəzərə alın. Yəni, ümumiyyətcə müəllimlər misalı oxuyanda diqqətlə oxuyun ki, orada nə demək istəyir. Yəni, heyfdə bir var, nəyəsə bilməyib səhv eləyəsiniz. Bir var ki, öyrənib, əziyyət çəkib öyrənəsiniz, amma yenə Müəllimə, burada da diqqətsiz. B bəndi. Dəniz 1, 4, 5. Python proqramlaşdırma dilidir, düzdür. Plotdex Bəli. kompüter proqramıdır. Plotdex. Yox. O plotter müəllimə xaric etmə qurğusudur. Bəli, printerin böyük versiyası. Printerin böyük forması. Bəli. Baxın müəllimlər, bir BIOS xarici yaddaş qurğusunda harda yerləşir BIOS? Yalan deyir müəllimə, yalan deyir. ROM daxilindədir BIOS. ROM-da nələr var idi müəllimlər? ROM-un daxilində BIOS, sonra KMOS idi müəllimə. bəli, onun da daxilində post, sonra KMOS var idi və digər konfigurasiyalar yerləşir. Hə, 1, 4, 5. Bəli, 1, 4, 5. Bəli, ilk fərdi kompüter monitorsuz işləyə bilməz. Hə. Qəribə cümlə və səhv yazıları fikirlərini tam çatdıra bilmir. Bir İnformasiya prosesorda emal edilir, bəli. Bəli, düzdür. 1, 4, 5. D bəndi. Bu hansıydı? 41'də D bəndi. Nizam müəllim deyil olsa 55 keçəcəyik. İnşallah müəllim, inşallah. Yəqin nəzərə alarlar. Müəllim 40'ı nəzərə alsınlar, 55 istəmir. Bunu desinlər, sonra desinlər ana platanın üzərində nə yerləşir. Onun hamısını desələr əmi olar əməndə. Deyirəm, nə olar?
23 bit nəyə bərabərdir? Demək, 1 mubayta, yəni megabayta. Bəli. 23 bit 1 megabayta bərabərdir. Tamam, bu tip asan suallarda olacaq təbii ki. Çünki Deyirəm də, nəzərə E bəndi. alınır. Nə olar müəllimə? E bəndi. Ha, 55 də gələ eləyər. 35 faiza düşür. Müəllimə, 10 faizalar 35 istəmir. Yaxşı olaracaq. Sağlıq olsun tək. Allah bərəkət versin. Yox, ana elə. Baxaq. Bir A siyahısını emal edən proqramın fraqmenti verilmişdir. Verilmiş proqram fraqmentinin təyinatını müəyyən edin. Mənfi elementlərini çap edir də, elə Bəli. A bəndi. Götürüşdə də A bəndi. Deyir ki, dəyişənin qiyməti nə qədər ki sıfırdan kiçikdir, baxın, print dövrün içərisində çap elə. Baxın, müəllimlər, i dəyişənin qiyməti sıfırdan nə vaxt kiçik olar? Təbii ki, sıfırdan kiçik bütün ədədlər mənfidir. Deməli, burada nə ki mənfi ədəd yazsaq, götürüb çap eləyər. Müsbət yazsaq, çap eləməz. Aydındır mı? Çox rahat misal. Yəni ki, hər birimiz başa düşdük misal. Bəli, müəllim. A bəndidir. Bax, beləsi düşədə, beləsi. Bildim. Deməli, i dəyişəninin qiyməti sıfırdan kiçik olan təqdirdə, yəni if ödəyəndə, Mənfi olan təqdirdə. bəli, print dövrün içərisindədir. Bu zaman qiyməti çap eləyir proqram. Bundan sonra mən növbəti testi atacağım. O testi inşallah həll edeyim. Çox xahiş edirəm sizdən. Nəticəni mənlə, qrup işləmişsinizsə mənlə şəxsi paylaşın və hansı suallarda konkret səhv yazmısınız deyin. Ki, başlayayım mən, onlar bir izah eləyək dərsə başlayayım da vaxtımız itməsin. Yaxşı, müəllim, yaxşı. Bəli. Amma müəllim, bir söz deyim də, bir xahiş edeyim. Buyurun. Cavabı da atın. Hə, düzəltdim mən. Ayarı düzəltdim. Oradan ayarları özüm keçən dəfə dayandırdım ki, bəlkə siz cavabı görməsəz, yəni doğru cavab hansıdır da, təzədən dönüb də bir də həll eləyərsiniz misalları, ya soruşarsınız, maraqlanarsınız. Heç kim soruşmadı məndən. Heç kim demədi ki, müəllimə, bu sualın cavabı nədir burada? Cavab verməyibsiniz, ya alamadım, ya nəsə maraqlıdır. Mən istədim motivasiya olsun qrupumuza. O da deyəsən əksinə oldu. Müəllimə, burada da 600-dür. Müəllimə, burada da A bəndidir, eləmi? Bəli, İlqar müəllim. Necə dediniz müəllimə? Demək istəyirdim ki, mən onsuz da sınaqdan sonra səhvlərimin üstündən bir də gedirəm, baxıram. İkinci dəfə səhvlərimi düzəldə bilirəm. Elə olanda daha yaxşıdır. Düzəldə bilmədiklərim qalır, hə. Bilsin müəllimə, cavab görünməyəndə, bəli. Hə, yəqin arxayın oluruq ki, müəllimə onsuz da dərsdə izah edirsiniz də bizə bir o sualları. Yəqin ona arxayın oluruq, bilmirik ki, məsələn, səhv hardadır, düz hardadır. Amma yaxşı fikirdir. Mən bundan sonra atacağım sizə hansı suallarda səhv eləmişəm. Əla, deyim ki, müəllimə, baxın, belə vaxtımız itir. Mən də əvvəlcədən işə götürərəm Word proqramında, bax, bu səhifəni 4-də açmışam. Word proqramında səhifəyə sualları yerləşdirərəm. Day belə bir sizi gözlətdirim, sualları yerləşdirim. Qəşəng əvvəldən hazır eləyərəm. Belə deyim, dərsin planını hazırlayaram ki, nə keçim dərsdə. Belə rahat keçərik, vaxtımız itməz. Əlavə sual-cavab eləyək. Nədir yəni? Boş-boş vaxtımız itməz. Ona görə demək istəyirəm. Yəni bir dərsə həll eləmək olardı da bunu. Yəni ki, 2 dərsə, 3 dərsə həm vaxtımız itir. Bəli, nə qədər uzanır dərs. Onu vaxt itirdiyimizdə məsələn başqa misallara baxardım. Təkrar eləyərdim nələrsə. Kimlərlə? Müəllimə, bu dərsin yazısı var. Mən əvvəlki suallara baxıb bilmədim. Bəli, müəllimə, rekord olunub. Bundan əvvəlki dərsdə var. 57.600-ün cavabı 2 idi də elə. Hə, bunun cavabı 2 idi də elə. Deyir, 57.600 bit saniyə sürətlə işləyən model 3600 baytlıq informasiyanı nə qədər vaxta ötürə bilər? Deməli, bir saniyədə 57.600 bit ötürülür. Bunu istəsəz, çevirin, bölün 8-ə, baytla alın. Və yaxud da 3600-ü vurun 8-ə, ondan sonra 57.600-ü 8-ə bölərik, baytla alarım. Amma mənlər nə qədər deyir, vaxta ötürürlər. Burada baytdan yazmaqdansa 3600-ü bitə çevirsək daha rahat alınır.
Çünkü bir saniye düşen bitin sayı tapırsa, bayta bunu bayta çevirse düzgün almayacak. Ona göre 3600'ü vurmalıyıq 8'e. 28.800. Ha, 28.800 bitti. Elimizde olan ümumi informasiya. Bir saniyede 57.600 ötürülür. Onsuz da bize kalkülatör icazə verirlər. 57.600'ü də ona bölərik. Burada artıq nə qədər vaxtda ötürüləcəyini taparıq. Zəhmət olsun. Kalkülatördən bir dəqiqə mən yazım. Mən 0,5 götürmüşəm A bəndi. Bilmirəm, daha doğrusu onu almışam. Düzdür yoxsam yox. Bir dəqiqə mən üzrsən. Mən bunu kalkülatör da yazdım. Çünki çox böyük rəqamda vaxt çox aparacaq. Deməli, 28.800'ü bölək 57.600. Bölək 0,5. 0.5 eləyir. Mən də onu götürmüşəm, müəllim. A bəndini götürmüşəm mən. bəli. Bəli. 0.1. Müəllim, Müəllimə, orada biri 6 rəqamidir, bir 5 rəqami. Nətər 0,5 düşə bilir ki? Müəllimə 0.1-ini artıq yazdı, gördüm. müəllim, Nizami müəllim 28.800'dür. 288.000 deyil. Hə. Zaman bu açmışsın dersini. Ekrana bir başa. Bəli, müəllimə. Belki ekran yazıya bir başa baxmısınız. Deməli, Hə, 20 orada baxdı. Hə. bəli. Bəli. Amma Müəllim, beləsi düşür, yəni 44 kimi, 45 kimi. əlbəttə bir görmədim. Hamısı istifadə olmaq Müəllim, üçün. vallahi yazarım. Allah'ın da olsun yazarıq bunu, daha doğrusu. Yazarım, yox yazarıq. İnşallah görmədim. 20% arxivləşdirilmiş sənədin yaddaşdakı tutumu deyir 480 kilobitdir. Bu sənəd arxivdən çıxarılarsa yaddaşı neçə kilobayt olar? A Yad- bəndi 600 KB. Baxaq, qoy hesab etməli. Deyir ki, 480 kilobaytdır ümumi tutumu. Yəni V bərabərdir 480 kilobayt. Bir arxivdən çıxarılarsa 20% arxivləşdirdilər, 480 alıblar. Yəni bunun 4-dən birini siliblər, 20%, üzr istəyirəm, 5-dən birini siliblər, aldılar 480. Deməli biz nə etməliyik? 480 neçə faizdir? 480. 80%, 80%. Bəli. 80% 480-dir. Bəs 100% neçədir? Baxın. 200. Bəli. 100% də x. Bizim tənasübümüz. Bu qaydada sadəcə rahatca həll edirsiniz. Yəni burada heç bir çətinlik yox. Tənasüb heç bir dəqiqə Məsələn, orada da müəllim, 100'ü vuracaq 480'da, böləcəyik 80'da. Bəli. Və yaxud da 480'da böləcəyik 80'da, eləcək 6. Onu da vuracaq 100'ə, eləcək 600. A bəndi. Mən dedim də A bəndi. 600 kübü. Bəli. Bəli, bəli. Bir də sadəcə qaydada tənasüb qaydasında hesablayırsınız. Kənar hədlərin hasili orta artıq yazılan bunu istiqamət verirəm yazın. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bir yazıb. Yəni çarpaz da x. Həmişə müəllimimiz belə öyrədir x. Çox rahat misaldır müəllimlər. Burada bizdə soruşur ki, Müəllimə, burada üzr istəyirəm, heç nə yazmayacaq. Cavab B bəndidir, heç nə.
Niyə İlqar müəllim? Müəllimə bir orada baxın, bir cədəl qoyur. X-i verir 22 ilə. Ancaq orada məsəl üçün bir şərt ikincidə elə yazır x plus 5. Yəni o nə deməkdir? Bilinmir. Bəli. Müəllim, bu neçə oldu? Bu 46 oldu müəllimə. Bəli. Deyir 22 biçəcək. Deməli, 46-da Baxaq İlqar deməli. müəllim if qoluna. Deyir 22 böyükdür mü 25-dən? Deyirik yox. Şərt ödəmir. Bunu baxa bilmirik. Elfə baxırıq. Deyirik x. Burada x plus 5 heç bir iş görmür. Deyirəm Niyə? də müəllimə. Çünki x bərabər sözü yoxdur axı burada. Heç nəyə mənimsətmiyor. Sadəcə o x-in üzərinə 5 gəl. O qədər x-in üzərinə 5 gəl, 10 gəl. Yəni Hə, altın və yaxud da cavabı müəllimə, ola mənimsətmir bilərdi axı. bilirkən mənimsədərdi. Yəni heç nəyə mənimsətmir də sadəcə o düzdür x-in üstə 5 gəl, amma heç bir iş görmür. Sonra soruşuruq. Yəni bu tələli sualdır da. Burada üzr istəyirəm, x bərabərdir sözü yox, ifadəsi yoxdur deyə dəyişən yazmır. Mənimsədilməyib dəyişənə. Ona görə deyirik ki, burada da bizə deyir ki, x kiçikdir mi? 22-dən. Xeyr, 22-yə bərabərdir. Ona görə xəta seçməyin ha, müəllimlər. Yəni, else qolu, Heç nə, heç nə. bəli, Müəllimə, else mən qolu, istəyirdim xəta seçəm. Sonra o vaxt siz demişdiniz, bir misal var idi, dediniz ki, bu kopya belə idi, bələdçidə. Dediniz ki, x-i heç nə mənimsətməyib, o heç nə. Ondan sonra mənim quşumda, ağlımda qaldı ki, bu heç nədir. bəli, Amma yəni, bir şey deyim. Burada x 21 mənimsədirsəydi, x-in qiyməti 21 olsaydı, burada b-ni çap eləyərdi, düzdür? bəli, bəli, bəli. Else Hədəf qolda, müəllim, elə o söhbət ondadır ki, mənimsətmə söhbətidir. else Aha, qolda belə yox. şeyləri deyirəm ki, yadıma düşsün. Hə, bax, bəli. Else qolumuzda yoxdur. Else qolu olmaya bilər. Else qolun olmamağı, misalın xəta olmağı, səhv olmağı demək deyil. Görürsünüz, o bir misalların əksəriyyətində else yox idi. Ona görə boşluq. Yəni, proqram belə bir sətr çəkilir, heç nə də yazılmır. Burada qiymət yazılmalıdır, heç nə yazılmır. Boşluq çıxır. Boşluğu çəkilir. Baxaq müəllimlər, Alp ünvanı. Böyük ehtimal haqqından soruşmayacaqlar. Elə Alp ünvan düşəcək bizə. Deyir ki, Alp ünvanı göstərin. Müəllimlər, Alp ünvanı necə olmalıdır? Alp ünvanın yazılışında 0 ilə 255 aralığı iştirak eləməlidir. Düzdür? Deməli, 255-dən böyük rəqəm götürülməməlidir. Burada 301 var. Sonra burada A var. 16'lık yox, sırf 10'lu olmalı. Sırf 10'lu. Ne variantı burada deyə. Bəli, baxaq deyə. Burada 501 var pozur şərti. Hə, burada 3 dənədir. 3 dənə. Dördüncü yox. 2 nöqtə var, amma 3 nöqtə olmalı. Bəli, bəli. D variantı. Baxın. Ümid edirəm ki, müəllimlər, növbəti sınavımızı indi atacağım. Dərsimiz bitəndən sonra növbəti sınavı daha aktiv şəkildə həll edəcəyik. Ümid edirəm. Səhvlərimizi Sınavlarda mən 25-dən yuxarı vura bilmirəm. İnşallah müəllim, yavaş-yavaş yazdıqca, öyrəndikcə yəni ki, cavablarınızın sayı artar. Bir də hansı bölmədə? Sınavın tane biraz az etmək. 40 zad eləyin. Adamın səbri çatmır, axıracaq çatma var. 40 olsa yenə bilərik ki, hə, 10 dənə bir test tutarıq. Yox, müəllim, niyə? Hər zam müəllim, bəlkə də mən ona görə arzulayıram. Çünki səbrim çatmır, axıram. Səbr çatmır, axıracaq işləməyə. Adında mən o gün attığınız bu sınaq ki var, bunu 2 gün işləmişəm. Axşam 25-ini işləmişəm, bir də 25-inə gəlməkdə ön günü boş dərsim idi, boş günüm idi. Oturub məktəbdə işləmişəm. Yox, müəllimlər, elə tənbəllik olmaz. Bəs imtahanda nə edəsiniz? Deyəsiniz, gözlüyün gəl sabah 25-ini yazacağım, elə olar? İmtahanda ki, məcbur. Orada ki, canımızla əlləşək. Yox, çalışın ki, həqiqətən. Yəni ki, öyrəşin çox yazmağa. Əllərlə həll edin, heç vaxt yarı-yarı yazmayın. Bir vaxt ayırın, məsələn, bir saat yarıma yaza bilərsiniz, yəni. Kurikulum yoxdur ki, kurikulumda çıxın. Gördüm, kurikulum sualı müəllimlər deyir çoxdur, çatdırmırım. Ona görə kurikulumu dayandırdım. Yəni, ona görə çalışın müəllimlər yazın, saxlamayın yarı-yarı.
açmağımda o qədər sərbəstliyinə gözləyirəm. Hə, olar. Bəlkə də nə bilim, gözlədiyim bir şeydir sınav açmağım. Tamam. Müəllimə, bu dəfəki sınava qəşəng maraqlı kurikulum suallar davam eləmişik. 2 saat yarım vaxt götürür. Həmin vaxt ərzində həll edin, elə yoxdur. Səhvdə yoxdur. Variantların hamısı düzdür yoxlamışıq. Deməli, bir komandanın icrasından sonra x dəyişən, D hərfini yazmaq. Dəyişənin qiyməti nə olar? Burada müəllimlərin çaşdığı, yəni köhnə qiymətli yox, yeni qiymət istifadə eləməliyik. Baxın, burada məsələn, bəzən müəllimlərimiz götürür, deyir ki, bunu tez həll eləyərəm. Burada 45 yazırlar, burada 45 yazırlar, burada 45 yazırlar, tez həll eləyirlər. Elə həll eləmir. Dəyişənin dəyişmiş qiymətindən istifadə edirik. Sonumuza aldığımız qiymət hansıdırsa onu əlavə edirik. X 45'dir. Burada D'nin qiyməti 50'dir. Burada artıq baxın, X-in qiyməti dəyişir. X-dən D-ni çıxırıq, yəni 45-dən 50-ni çıxırıq, -5. Üzərinə 1 əlavə edirik, -4 qalır. Yəni X-in 46 qiyməti, eləmir cavab. baxaq, X-in qiyməti -4'dür. Burada da 50'dir. Hə, bölməlidir. 50'nin üzərinə gəlirik, -4'ü eləyir 46. Müəllimə 46 eləyir burada. B bəndi. Mən B bəndi götürmüşəm cavabda. Bəli, müəllim, 46'dır. Düzdür. Əla. Bəli, 46'dır. İndi baxaq növbəti sualımıza. Axır ki, müəllimlər, Google Sketch-imiz. Çox maraqlı proqramdır. Bilmirəm, siz istifadə edirsiniz, yoxsa yox. Dərslərdə çox maraqlı proqramdır. Deyil verilmiş düymənin. Mən öncə istifadə edirdim 8-ci siniflərdə. Müəllimə burada da B bəndi. B variantı. Dəniz. Dadaşdır. Bir tapın bir şey yaxşıdır ki, müəllimə, cəmi 5 dənə sual var, onun artıq sual yox. Bəli. Qısadır. 5 dənə sual var. Bu Harda? primitiflərdir, sonra o pandır, ondan sonra zoomdur. 5 dənə sual var. Bəli. Bir də budur. Bəli. Bəlkə də ona görə var. Boş deyil bu proqramı. Funksiyasını, bəli. Bunun funksiyası nədir müəllimlər? Neyini? D variantı. 2 ölçülünü 3 ölçülü B obyektdə bəndi. Müəllimə, mən D götürmüşəm. Bilmirəm, səhvdir yoxsa düzdür. Bəli. 2 ölçülünü 3 ölçülü obyektə və tərsinə çevirir. Bəli, yəni belə deyim də çəkdiyimiz təsviri dartma aləti deyirlər, ona səhv eləmirəmsə. İngiliscə tərcüməsi elədir. Götürür, yuxarı çəkirik, artıq nə alınır? 4 bucaqlı falan alınır da, belə kub alınır. 4 bucaqlı çəkdiksə, artıq ondan istifadə edəndə kub alınır. 4 bucaqlı kuba çevirir. Elə bir fəza fiquruna çevirir. Müstəvi fiqurunu bir növ fəza fiquruna çevirir. 2 ölçülü fiqur da müstəvi fiqurudur. 3 ölçülü fiqur hansıdır məndə? Fəza fiqurlardır. 3 ölçülü fiqurlar da fəza fiqurları hesab olunur. Sonuncu bir dənə sualımız qaldı. Sualımıza da baxaq. Sonuncu sualımızda da səhv Python olmalıdır. Yox, Python deyil. Deyir ki, hansı düymənin köməyi ilə təqdimatın nümayişinə başlamaq olar? PowerPoint-dən mən. Təbii ki, F5. Bəli. Bəs müəllimlər, Alt F5 ilə F5-in fərqi nədədir? Vallahi yoxdur, amma yenə deyək. Alt F5 proqramı bağlayır. Yox, müəllimə, Alt F5. Slaytda. Alt F4 var. Slaytda. Slaytlarda müəllimlər, biri var, cari slaytdan təqdimata başlamaq. Bir də var ki, birinci slaytdan başlamaq. Hansı birinci slaytdan başlayır? Alt F5 yoxsa eləcə F5? Alt F5. Səncindən başlayır. Gedir əvvəldən başlayır məndə. Bəli, birincidən. Amma eləcə F5 düyməsini sıxsaq, yəni hansı slaytda dayanmışıqsa, məsələn, F5 olduğu yerdən, bəli, o durduğu yerdən. bəli, məsələn, 10-cu slaytda dayanmışıqsa, 20 slaytımız var, 10-cu dayanmışıq. Gedir elə 10-cu slaytdan birbaşa nə edir? Çap edir. Belə suallar düşsə 100 bal yığardı.